Vaxtınız xeyirli olsun əziz izləyicilər. Bugünkü videoda biz şərt operatorlarına aid 5 dənə Python sualının izahına baxırıq. Bundan öncəki videoda bu şərt operatorlarının izahını geniş şəkildə vermişəm. Keçid edib ilk o videoya baxın, sonra gəlin sualları işləyin. Birinci sualda deyir ki, daxil edilmiş 3 ədədin ən böyüyünü tapan proqram. Daxil edilmiş 3 dənə ədəd. Yəni ədədləri özüm daxil edirəm. Int inputla. Fərq eləmir, float input da ola bilər. Üç dənə ədədin ən böyüyünü necə yoxlaya bilərəm? Soruşaram ki, A B-dən böyükdürsə, həmçinin C-dən də böyükdürsə, A ən böyükdür. If A B-dən böyük bərabərsə, çünki bərabərlik şərtini yoxlayım. Yəni, ədədlər bərabər də ola bilər. And A böyük bərabərsə C-dən. Bu zaman print A. Çünki A ən böyük olacaq. Düşürəm aşağıda, elif də deyə bilərəm, if də deyə bilərəm. If desəm, bunu yoxlayır. Bu ödəsə də, ödəməsə də gəlib bunu yoxlayır. Çünki əks halda proses deyil də, 2 dənə ifdir. 2 dənə sual verir. Bunu da yoxlayacaq, bunu da yoxlayacaq. İndi bu ödəsə, zaten ki bu ikinci if ödəməyəcək. Mənim ikinci ifdə sual bu olacaq. B böyükdürsə A-dan and B böyük bərabərsə C-dən. Print B. Yəni bu ifi yoxlasa, tutaq ki burada A şərti ödədi, A ən böyük oldu. Gəlib bu ifi təkrar yoxlayacaq, amma məntiqsiz yoxlanış olacaq. Çünki A ən böyüksə B necə ən böyük olsun. Ona görə bunu elif yazıram ki, vaxt itkisi çox olmasın. Amma hər iki halda düz olacaq. If də ola bilər, elif də ola bilər. Düşünürəm aşağıda bir dənə else yazıram. Avtomatik yəni A da böyük olmasa, B də böyük olmasa, C ən böyük olacaq. Print C yazıram. Üç dənə də daxil edirəm. 7 ən böyükdür. İkinci sualda deyir ki, daxil edilmiş ədədə əsasən fəsli çap edən proqramı Python dilində yazın. Yəni 12 daxil edəcəm, 40 çıxaracaq, nə bilim, 3 daxil edəcəm, yaz çıxaracaq. Bu mənim daxil etməm olsun. Sual verirəm ki, if A böyükdürsə 2-dən and A kiçikdirsə 6-dan. Bu şərti ödəsə, demək yaz aydır. Print yaz. Çünki 2-dən böyük 3, 4, 5 ola bilər 6-ya qədər. 3, 4, 5 də gəlir düşür mart, aprel, may aylarına. Bu da yazdır. Aşağıda deyirəm elif. Yenə deyirəm elif də ola bilər, if də ola bilər, fərqi yoxdur. A böyükdürsə 5-dən and A kiçikdirsə 9-dan. Bu zaman yay aydır, print yay. Elif A böyükdürsə 8-dən and A kiçikdirsə 12-dən. Bu zaman isə payız aydır. İndi bizə bir dənə qaldı qış. Bir də indi tutaq ki, istifadəçisi 12 yox, 13, 14 daxil edə bilər. Bu zaman da çap eləsin ki, daxil etmə səhvdir. Onda nə edirik? Bir dənə elif yazıram. Deyirəm ki, istifadəçinin daxil etdiyi A əgər 12-dən böyükdürsə, bu zaman print çap eləsin ki, daxil etmə səhvdir. İndi deyəcəyiz qış hara getdi. Qışda da ki, bura bir dənə else yazacam. Əks halda print qışdır. Çünki, nə deyirəm, bu şərtlərin heç biri ödəməsə, avtomatik A daxil etmə 12 olacaq. Çünki 12-dir ki, bu şərti ödəməyib, bunu ödəməyib, bunu ödəməyib. 12-dən də böyük deyil, 12 düşüb qış çıxaracaq.
İndi bir dənə yoxlayaq. 12 qış, 4 yaz. Bir dənə də 17 yazaq. Daxil etmə səhvdir. Üçüncü sualda deyir ki, daxil edilmiş 3 ədədin cəmini tapan proqram. 3 dənə ədəd daxil edirəm. Bunların cəmin print A plus B plus C. Və ya burada bir dənə dəyişən götürüb printin daxilində dəyişənin adını yazıb çap edə bilərəm. 15. Dördüncü sualda deyir ki, daxil edilmiş ədədin cüt və ya tək olduğunu tapan proqram. Ədəd daxil edirəm. Bir ədədin cüt tək olduğunu necə yoxlaya bilərəm? Əgər daxil etdiyim ədəd 2-yə nisbəti qalıq, əgər 0 qalsa, demək bu cütdür də. Yox, əgər tək qalacaqsa, demək təkdir. Onu deyirəm if A faiz 2. Faiz bizdə qalıq idi. Bərabərsə 0-a, demək bu cütdür. Əks halda, demək qalıq 1 olacaqdır. Çünki hansı ki bir ədədi 2-yə böləndə 2 dənə ehtimal qalıq qalır. Biri 0-dır, biri 1-dir. 0 deyilsə, demək 1-dir. Else, print əks halda çap eləsin ki, təkdir. Ədədi daxil edirəm. 7 tək, 12 cüt. 5-ci sualda deyir ki, daxil edilmiş n ədədinin 9-a qalıqsız bölünüb bölünmədiyini tapan proqram. Ədədi daxil edirəm. 9-a qalıqsız necə olacaq? Yəni, eyni şeydir. If A faiz 9 bərabərsə 0-a, demək bu 9-a qalıqsız bölünür. Print yes. Əks halda, yəni başqa bir qalıq qalacaqsa, demək qalıqsız bölünmür. 18 yes. 14 no. Bugünlük bu qədər. Növbəti videolarda görüşənədək sağ olun.